Tak, qolun birini mən toxudum. İndi ikinci qolu birlikdə toxuyacaq. Belə elədim ki, tez işim bitsin. Deməli, qolu toxuyanda indi ilmələri yığmağı göstərəcək. Qolu birin-birə rezinlə toxuyacaq. Ona görə ilmələri yığanda çalışmaq lazımdır ki, cüt sayda ilmə yığaq. Okey. Niyə? Çünki bu bir düz, bir tərs belə gedəndə simetriyası pozulmasın deyə bizə cüt sayda ilmə lazımdır. Sonra bu rezini iynə sapla, elə öz sapı ilə bağlamağı da sizə göstərəcəm. Belə də görünüş belə alınır. Yəni bu düz dördbucaq kimi alınır. Bir də mən neylədim? Burada biraz tənbəllik elədim. Rezini elə bu bütöv paltarı toxuduğum millə elədim, 6 nömrə ilə, 6 millimetrlə. Mən məsləhət görərəm ki, əgər rezini daha dar kip olmasını istəyirsinizsə, orada 5,5 və yaxud 5 millimetr ölçülü mili istifadə eləyin. Elə ki, bura qədər 6 ilə toxuyursunuz, rezinə çatanda keçirsiniz biraz daha kiçik milə. Bu opsiyonla əgər mənim kimi bu forma, elə ki, baxın, anatomik bədən formasında deyil, elə ki, bu model belə deyək də, kardigan. Ona görə mən beləsini toxuyuramsa, oversize eləyirəm, yəni bədənə boş dursun, düzdür. Ona görə də rezinlərdə çox da belə özümə əziyyət vermirəm. Amma geyinəcək insandan asılıdır, bir də toxuyanın zövqündən asılıdır. Artıq onu özünüz seçərsiniz. Rezini daraldarsınız lap da, yoxsa yox. Keçək indi bura. Baxın, bunun kənarlarında belə qəşəng hörüklər var. Belə. Deməli, hər hörüyün içindən bir dənə ilmə qaldıracaq. Bir də bax, bu birləşmə nöqtəsi var. Bu çiyin hissələrini birləşdirdiyi, oradan düz ortadan bir dənəsini çıxardacağıq ilmə. Bir də bax, bura var. Görürsünüz. Baxın, bir sıra belə gedir, bir sıra belə. Bax, bunların arasında belə primiçka kimi bir şey var. Oradan da indi keçirdəcəyim. Götürək sapımızı, milimizi başlayaq. Deməli, biz indi dairəvi şəkildə belə yığacaq. Gəlin bu tərəfdən başlayaq ki, bu kəsik, birləşik yerlərə mən istəyirəm ki, bütöv xət getsin. Bunu da elə bir dairəni bağlayacağımız yer bu hörüklərə düşsün. Həm də kürək tərəfə. Deməli, qızdır. Ayaq dediyim kimi, bax, bu hörükləri görürük. Hörük deyəndə nədir, nəzərdə tutduğunu bilmirsinizsə, videoların əvvəllərində başa salmışdım, birinci hissələrdə. Baxın, bu ilmələri mən hörük deyirəm. Bu şərti olaraq bu qanuni ad deyil. Deməli, bizim birləşmə yerimiz buradır. Deməli, bir iki hörük bu tərəfdən başlasaq yaxşı olar. Deməli, bax, bir dənə bu hörüyün altından belə keçirim. Mesela fokus tutmaq istəmir. Görüm. Demişdirək. Okey. Bunu milçə ilə də eləmək daha rahat olar, amma milçə ilə eləməyə atom yoxdur, ona görə belə eləyəcəm. Belə tuturam, buradan keçirdirəm. Birinci ilməmizi çıxartdıq. Bunu bu tərəfə eləyək. Sonra burada ikinci hörük var, onun da altından keçək. İndi bax, bura gəldik biz birləşmə yerinə. Deməli, buradan bir dənə buradan götürək. Gəlin belə eləyək. Bu bir. Gəlin bunu belə eləyək də. Məsafə çox oldu. Buradan bir dənə, bunda da deşik çıxır. Gəlin burada götürək.
Bu bir. Sayımıza da görə hələ nəzarət eləyək. Sayımız cüt olmalıdır. Tak, sonra getdik. Buradan belə götürürüm. Tak, burada belə. Elə eləmək lazımdır ki, bir yarı orada, bir yarı burada düşsün. Yəni bura biraz da yığaq. Burada sizə indi dairəvi toxuma üçün Magic Club metodunu da göstərəcəm. Ola bilər kimsə bilir. Bilməyənlər də öyrənər. Tak. Bunu belə yığdıq. İndi buradan milik biraz çəkək çıxardaq. Elə bir iki yarıya yığacaq. Tak, okey. İndi baxın, bura baxaq. Deməli, buradan götürdüm. İndi bu hörüyün içinə keçməliyəm. İndi bana bu birləşmə nöqtəsi var. Bax, buradan da götürmək lazımdır bir dənə. Baxın, bu çiyinləri burada tik birləşdirmişdik. Bundan əvvəl. Vuruydu, bu sıx oldu. Yaxşıdır. Tak, bu bir hörük. Da bu birisi hörük. Yine bir burada bir tane balacası var. Həmişə belə çevirib baxın ki, o tərəfdən düzgün götürmüş olasınız. Çalışın nə çox boş, nə də çox sıx yığılmasın. Tak, aha, burada artıq deməli biz buradan artıq keçirmişik. Bunu birləşdirsək bu olacaq belə yanaşı. Bu qədər. İndi bir dənə sayına baxaq görək. Əgər sayı cüt deyilsə bir dənə də əlavə qaldıraq. İlmə. 1, 2, 3. Tak, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22. Əla. Sayacaq. Bu birisində indi saymışdım. Burada da prosto sayaq belə vizualini. Deməli, burada indi biraz duraq. İndi burada nə iş görürük? Buradan başlayırıq toxumağa. Deməli, sıramızın ilk ilməsini də elə burada işarələyərik. Deməli, sıranı başlamaq üçün toxumağa Magic Club metodu ilə necə eləmək lazımdır? Yerləşdirmə necə olmalıdır? Bax, bu ucumuz bizim hələlik burada qalsın. Birinci sıradan sonra bunu salacaq bu içəriyə, əl-ayağımıza dolaşmasın. Bu yumaqdan gələn sapdı. Burayla indi toxuyuruq. Deməli, Magic Club-la toxuyanda bir növ bu millərimiz bu uzun milə aiddir. Bunu əslində corab mili ilə də toxuya bilərsiniz. O corab mili 5 dənəli olur. Elə bir ki, corab kimi bunları paylaşdırın bu qoluna. Elə eyni cürə toxuyun. Burada amma məndə uzun mildir. Niyə dəyişmək istəmirəm mən? Onu lap birinci videoda başa salmışdım. Birinci hissədə o hesablamada. Deməli, getdik. Buradan bir dənə marker götürürük. Bunlar artıq bizə lazım deyil. İndi bu birisinə taxacağıq. Sadəcə dairəvi şəkildə düz toxuyub gedirik. Deməli, bu bizim ilk ilməmiz idi də. Bax, sapın ucu da buradadır. Deməli, yumaqdan gələn sapla əlbəttə ki. Deməli, bunu belə. Birinci ilmə biraz boş olur.
boşalacaq, sürüşəcək. Niçin? Tak, bu 1, 2. Necə burada saymağa heç ehtiyac yoxdur. Sadəcə düz toxuyub gedirik. Tak, belə qəşəng toxuyaq. Tak, burada bir dənə əlimizi saxlayaq 2 dəqiqəlik. Deməli, buradakı bu ən birinci ilmənin üstünə marker taxıram. Bu mənim qolumun birinci sırasıdır. Hə, kısaca neçə sıra toxunmalıyıq? Mən öz ölçüm üçün 28 sıra toxunmalıyam. Burada işarələdim əslində. Deməli, ən birinci bu. Burada işarələdim ki 10 sıra rezin toxuyacağım, amma 10 sıra gözümə çox gəldi. Ona görə azaltdım, 6 sıra toxudum. Deməli, cəmi 28 sıra mən öz ölçüm üçün toxuyuram qolum. Onun deməli 22 sırasını adi düz toxuma toxuyuram. İndi elədiyimi göstərəcəm. Son 6 sıranı da rezin toxuyacağım. Birin-birə rezinlə. Yəni bunu siz fərqli eləyə bilərsiniz. Əsas odur ki, qolun öz uzunluğu eyni qalır da ümumilikdə. Tək getdik. Bunları belə toxuyuruq. Çox sıx toxumayın, çox da boş toxumayın. Baxın, buradakı bitdi. İndi biz nə edirik? Bunu boşaldırıq, çıxardırıq. Deməli, bax bu arxadakı bu tərəfi biz hələ toxumamışıq. Elə ki, qolun bir yarısı buradadır, bir yarısı da burada. Birinci yarısını toxuduq. İndi baxın, bu arxadakını tutanım. Bunun naqilini belə çəkirəm, trosunu belə çəkirəm. Bunu da, qabaqdakını da çıxardıram. Sonra toxuduğum əşyanı çevirirəm. Bunu artıq, bu kəsik ucu, bu şeyin qolun içinə sala bilərik. Sonra bax bu iğnəni salırıq ilmələrin içinə və davam edirik. Belə lap pedant adamsızsa, belə lap dəqiqlik istəyirsinizsə, hər iki yarıya eyni miqdar ilmə sala bilərsiniz. Məndə indi burada lap eyni deyil. Məsələn, biz 22 dənə qaldırdıq da indi deyəsən. 11'ini bir yarıya, 11 ilməni bir tərəfə, 11'ini də bir tərəfə yerləşdirə bilərsiniz. Mən belə nətər gəldi, toxuyuram. Gözə qərar, əsas odur ki, düz gəldi. Baxın, yenə bunu bitirdim. Yenə eyni şey eləyirəm. Baxın, bu boşalan mili çıxardıram. Sonra bu arxadakını trosu çəkirəm. Bu qabaqdakını çıxardıram ilmələrin içindən. Sonra toxuduğum əşyanı çevirirəm. İndi ikinci sıra başlayırıq. Deməli, biz buradan, bax bu markerdən başlayırıq. Buradan sıranı başlığıdır. Hörürük bu bir yarısı, keçirik, çeviririk o birisi tərəfə, arxa tərəfə də toxuyuruq. Bu da ikinci yarısı. Artıq bura çatanda sıra tamamlanmış olur. Bir sıranı toxuduq. İndi ikinci sıranı da bir iki sıra bir yerdə toxuyaq. Yəni vizualinə görəsiniz nə baş verir. Okay. Sən başqa heç bir şey eləmirik. Sadəcə düz ilmələri toxuyub gedirik. Qızlar. Bir də belə. Bunu da belə, bax bu yenə bitdi. Oy. Tak, bunu çıxardıram. Arxadakını çəkirəm. Qabaqdakını da çıxardıram ilmələrdən. Sonra çevirirəm yenə. Və ikinci sıranın ikinci yarısını toxuyub bitirirəm. Ehtiyatlı olaq. Tak, bunu da belə.
Bu kadar. İkinci sıranı bitirdik. Yine değişirəm. Çeviririm. Tak. Belə bu şəkildə 22 sıra toxuyub gedirik. İndi mənim ölçümə görə mən 22 sıra toxuyacağım. Siz də sizə nə qədər lazımdırsa toxuyursunuz. Baxın, mən demişdim ki, sıraların necə sayıram ilməni, onu da ən birinci hissədəki videoda izah eləmişəm. Bu bir hörük bir sıramdır, bu da 2 sıradır. Bax, 2 dənə hörük alt üst durur. Deməli, mən 2 sıra toxumuşam. Belə saydığım kimi də bu şəkildə 22 sıra toxuyacağım. Sonra reyizinə keçməyi də sizə göstərim. Getdik toxumağa. Tak, qolun 22 sırasını toxudum. İndi reyizinə keçirik. Burada əgər mili azaltmaq istəsəniz, elə götürürsünüz bir balaca ölçü mili, elə toxuya çıxardırsınız. Toxuma prosesində daha kiçik ölçülü milə ilmələr girəcək. Bu 6 nömrə isə çıxacaq. Bunu qoyacaqsınız kənara. Deməli, mənə lazımdır indi 6 sıra rezin toxumaq. Birin-birə rezin. Deməli, belə burada şey yoxdur, amma yenə də göstərim də. Deməli, bir dənə düz, bir dənə tərs. Belə toxuyaq. Bir dənə düz, bir dənə tərs. Burada bir dənə dayanaq və dərhal deməli, bunun ən birinci ilməsinə marker yerləşdirirəm ki, rezinin birinci sırasını işarəliyim. Bundan sonra belə 6 hörük qaldırana qədər toxuyacağım. Bu şəkildə sıraların sayını biləcəm. Tak. Düz, tərs, belə toxuyuruq yavaş-yavaş. Burada axırıncısı düz oldu. Deməli, o birisi tərəfdə başlayanda tərsdən başlayacaq. Bunu çəkirəm. Bunu çıxardıram. Əşyanı çevirirəm. Burada tərs toxuyuruq, yaddan çıxmasın. Deməli, bir də bu birisi tərəfdə ən son toxuduğumuz düz ilmədir deyə burada davam eləyirik tərs ilməklə. Davam eləyirik. Tak. Deməli, sıranı düz simetriya qalsın deyə düz ilməklə başladıq. Tərslə bitirməliyik. Baxın, tərslə bitdi. Deməli, hər şey düz saymışıq. Düz saymışıq deyəndə, yəni buna görə elə cüt say lazımdır ki, baxın, rezinimiz nədir? Bir düz, bir tərsi düzdür. Bu kənarları birləşdirsək, deməli, buradakı tərsdir, buradakı da düzdür. Bunlar belə yanaşı gəlsə, simetriya görünüş, simetriya deyirəm, belə görünüş ardıcılıq düz olacaq. Burada da eləcənə. Biraz çox dartıldı burada. Növbəti sırada biraz çəkmək lazımdır. Buna diqqətli olun. Neysə, belə 6 dənə bundan toxuyaq, 6 sıra, gələk sonra rezinimizi iynə ilə bağlamağa baxaq. Deməli, əşyamızın görüntüsü belədir, qızlar. İndi bu hissədə hər şey aydındır. Bu qolu indi bağlayacaq rezini. Necə bağlayırıq, onu göstərək. Bunu belə qatlayacağım. Rahat olsun. Deməli, bizə belə bir iynə lazımdır. Mən burada ilmələrim böyükdür deyə 2 qat çapla toxumuşam. İlmələrim böyükdür deyə belə böyük iynə mənə kömək olacaq.
Amma əgər sizin sapınız nazikdirsə, bu iynənin bax bu gözü, başı, ucu, nə bilim, nətə istəyirsiniz adını deyin. Bunun incə olanını seçin. Çünki biz indi bu ilmələri iynə ilə bağlayacağıq tikmək kimi. Elə lazımdır ki, bu ilmədən keçəndə bu iynənin ucu ilməni dartışdırıb genişləndirməsin. Okay? Korlamasın. Hər nəysə. Deməli, götürürük, bu sapımızı kəsirik, yumaqdan gələni. Deməli, baxın, burada nə qədər uzunluq var, elə gözə qərar edə bilərsiniz. Bunun hardasa bir 3-4 qat uzunluğunda, məsələn, bu iki hissədir də, deməli, bu olacaq. Bu 1, 2, 3, yəni 4 də eləyək. Tak, sonra bunu bir dənə belə kəsirik, qəşəng. Tak, sən dur burada. Bunu salırıq sapın iynəmizə. Okay. Deməli, bu rezini iynə ilə bağlamağın master klassını ayrıca çəkib yerləşdirəcəm və həmin videonun linkini bu videonun altındakı o əlavə məlumat hissəsində yerləşdirəcəm. Okay? Orada baxarsınız, əgər buradakı sizə aydın olmasa. Çünki orada mən bax bu tikmə sapını fərqli rənglə eləyəcəm. Orada daha aydın görsənəcək ki, sap hardan girir, hardan çıxır. Amma burada da indi lap dəqiq göstərəcəm. Bu çox uzaq olmadı ki, yaxşıdır. Deməli, bunu biz dartırıq belə. Bunu da salırıq bura. İndi baxın, bizdə bir düz, bir tərs ilmədir də, düzdür. İlmələrin yerləşməsinə də baxmaq lazımdır. Qısaca, ilmələrin yerləşməsi barədə də videonu, onu da master klassını yerləşdirərəm, linkini burada aşağıda, orada da baxarsınız. Ümumiyyətlə, düz klasik və düz tərs ilmələrlə toxunmuşam. Baxın, bu hörüyü görürsünüz burada. Bu hörüyün duruşu odur ki, ilmə bizə belə, bax, biraz uzağa eləyək, göstərim. Deməli, ilmə bizdən üzbəüz durub belə, bizdən üzbəüz baxır. Klasik ilmə olanda, ilmə necədir? İlmə elə ki, belə durmuşdu. Milin üstündə toxunmamış şəkildə olanda, o belə durur. Elə ki, üzünü sola çevirmiş kimi olur. Baxın, bunu buradan çıxardıb sizə göstərsəm. Baxın, görürsünüz. Belə bizə üzbəüz durub, bizə baxır bu ilmə. Amma milin üstündə toxunma prosesində olanda belə durur. Elə ki, üzü sola çevrilmiş olur. Tərs ilmələrdə həmçinin elə durur. Bunu bilmək niyə vacibdir? Çünki tikərkən indi bunu bağlayanda iynəmizi salıb çıxartma istiqamətini ona görə bir baxacaq. Deməli, birinci bizdə gəlir düz ilmə. Deməli, burada bir dənə marker də qoymaq olar əslində ki, bir dənə marker qoyaq bura. Tak, birinci ilməmizə marker qoyaq. Çünki elə ki, bu dairəvi şəkildə bağlaya-bağlaya gedirik. Bu arxadan gələndə, yəni bu nöqtəyə son birləşməmizi eləyəcəyik. Deməli, ən birinci ilməmizi iynəni götürürük, baxın, bu tərzdə. Sağdan sola içinə keçirik, belə. Sapın özü buradan gəlir. Bax, o birisi tərəfdə sıranı toxuyub bitirmişik, sapın özü oradadır hələ ki. Deməli, birinci getdik belə. İynəni salırıq bura. Ehtiyatla çəkirik. Lap belə şiddətli dərəcədə sıxmağa məsləhət görmürəm. Çox boş eləməyi də məsləhət görmürəm. İndi burada ola-ola bizim bundan sonra bu düz ilmə idi. Bundan sonra növbəti gələn tərs ilmədir. Tərs ilməyə də buradan belə giririk. Elə ki, soldan sağa içinə belə keçirəm, arxa tərəfə çıxardıram.
Okey. Deməli, indi bunu buradan çıxartmaq olar. Mən əslində bunların hamısını çıxardıram. Ən az bir 4-4-6-6 çıxardıram mildən. Elə toxuyuram. İndi gəlin belə başa salım sizə. Necə eləyirik bunu? Baxın. Elə bil ki, baxın bu qabağa əyilənlər bu düz ilmələrdir. Bu arxa tərəfə istiqamətə əyilənlər tərs ilmədir. Biz indi 2 dənə qabağa əyilənləri birləşdirəcəyik. Sonra 2 dənə arxaya əyilənləri birləşdirəcəyik. Sonra 2 dənə qabağa, arxaya, qabağa, arxaya belə cüt-cüt birləşdirəcəyik. Amma burada necə eləyirik? Baxın. Burada son elə bil ki, tərs ilməyə keçmişdik. İndi biz bu ilk düz ilməyə bir daha girəcəyik və bunu da belə tərzdə eləməliyik. Yəni bunu keçmək lazımdır. Belə çevirmək lazımdır. Prosta bunu da yuxarıda saxlamaq lazımdır. Tak, bunu buradan keçdik. Sonra da buradakı düz ilməyə elə bil ki, ilməni bayaq mən dedim, bizlə üzbəüz dursa bu ilmə. Elə bil ki, ilmənin arxadan qabağa keçirik, batırıq. Arxadan qabağa belə, arxadan qabağa, altdan yuxarı belə eləyə bilərik, batırıq. Bunu buradan, bu aşağısından əlimlə tutub sıxıram ki, ilmələr sürüşməsin. Çünki bu iynəni dartanda bu sürüşür, ilmələr sökülür. Da, okey. Getdik indi 2 dənə tərsi toxumağa. Buradakı tərsin birini artıq toxumuşuq. Bunu buradan tapıb çıxardırıq. Belə keçirik bunun içinə. Belə. Bizim ilməmiz 2 saplıdır. Ona görə sapın 2 qatının da götürülməsi üçün əmin olun. Deməli, belə başa salım da. Bu rakursdan, mən olduğum rakursdan baxanda buradakı tərs ilmə o birisi tərəfdə düz ilmədir. Ona görə orada da bu ilmələrin üzünün belə düz qalması üçün çalışmaq lazımdır. Ona görə buradakı bu artıq bir dəfə toxunulmuş ilməni ikinci dəfə artıq belə götürürəm üzündən. Burada isə elə bil ki, qabaqdan arxaya batacağım buna. İlmə biraz çevrildi. Gəlin bunu keçirdim bura. Burada bu izahatı başa düşmürsünüzsə keçin o master klassının videosuna. Okay? Orada daha aydın olacaq. Bunu buradan çıxartmaq olar. Orada dəqiq baxa biləcəksiniz. Yaxşı. Burada həm də sap ikisi də eyni rəngdədir deyə göz görmür, nə hara gedir. Tak, burada axıra qədər çəkməmiş, bu sapı axıra qədər çəkməmiş, bunu biraz dartın, çıxardın. Çünki bax, bu sap bu ilmədən çıxır. Bunu dartandan sonra bu ilmə gizlənir biraz. Sonra bunu tapmaq çətin olur biraz. Ona görə bunu biraz dartırıq yuxarı. Ondan sonra bu birisini çəkib yerinə oturdururuq. Davam eləyək. Deməli, baxın, görürsünüz. Elə bil ki, bura girmək lazımdır. Amma yox, əslində burada bir dənə deyil. Bax, düz ilmə var, buradadır. Deyil, çıxdı. Deməli, bu ilməyə girirəm. Bax, ikisini də götürdüm. Və buradakı düz ilməyə arxadan qabağa keçirəm. Və bu iki düz ilməni birləşdirirəm. Elə sap var ki, onu məsələn sürüşməyi yoxdur. Buradan elə bir ki, bütöv çıxardıram mən hamısını, elə yavaş-yavaş tikirəm. Amma burada bax bir ikisini buraxdım, gördüm ki, ucu artıq sökülməyə doğru gedir. Ona görə çox risk eləmirəm. 2-2-3-3 buraxacağam. Tak, indi tərsləri birləşdiririk. Bax, bu bir dənə tərsin içinə artıq bir dəfə keçmişik. Bir dənə də bunu qabaqdan arxaya keçirik.
Sonra indi qabaqdakı 2 dənə düzü birləşdiririk və buradakı düz ilmə yenə yoxa çıxdı. Bunu belə dartanda buradan görsənir. Bir də buradan belə yenə arxadan qabağa. Elə bil bu artıq bir dəfə tikilmişin içinə qabaqdan arxaya gedirik. Elə bil yuxarıdan aşağı batırıq. Buna isə əksinə aşağıdan yuxarı ya da arxadan qabağa keçirik, tikirik. Birinci bunu buradan dartıq. Sonra da bunu buradan dartıq. İndi tərs ilmələri birləşdirək. Buradan deməli yenə bax buna tərs ilməni belə götürürəm. Bu biri tərs ilməni də götürürəm. Düzdür. Əsas odur ki, ilmə çevrilməsin, fırlanmasın. Onda görüntüdə səliqəsiz olacaq. Həm rezinin elastikliyi qalmayacaq. Tak, burada artıq mən pauzanı basacağım. Dairəni özünüz eləyin, bitirin. Bu birləşmə nöqtəsini mən sizə göstərərəm artıq. Görürsünüz, ilmə sürüşür, qaçır. Sökülür. Belə baxın. Bu hissəni eləmişəm. Elastiklik qalıb. Rezin dartılır. Okey. Deməli, axırıncı axırıncı bir cüt tərs ilməmizi toxuyuruq. Baxın, burada başlamışdıq. Bu bizim ilk ilməmiz idi. İlk düz ilməmiz. Bura marker qoymuşduq. Okey. Baxın. Deməli, bu axırıncı tərs ilmələrimi toxuyuram. Deməli, qayıdıram bax buradakı bu sıranın son düz ilməsində, amma bu sıranın son ilməsi deyil. Sıranın ümumiyyətlə son ilməsi bax bu tərs ilmədir, okey? Bax buranı görürsünüz, bu tərs ilmələrdir. Sıranın ilk ilməsi buydu. Düz ilmə olaraq son ilmə budur, onu nəzərdə tuturum, okey? Çaşdırmayaq. Deməli, bunun içinə keçirəm. Baxın, burada yenə gizlənibdir bu düz ilmə. Bunu çıxartdıq. Buradan keçirəm və bununla birləşdirirəm. Belə. Görürsünüz? Belə. Bunu buradan çəkək. Və sonuncu bax bu tərs ilmələri də birləşdirək. Deməli, sıranın qanuni son ilməsi bu tərs ilmə. Bunu buradan birləşdirdik. Bu biri tərs ilmədə. O da buradaydı bax. Bu düz ilmədir. Bu da Və bu da buradadır. Bax, bunun hamısı burada sizə aydın deyilsə, o master klassa baxın, çünki orada sap rəngləri fərqli seçmişim. Orada tərs ilməni də işarə edəcəm. Baxarsınız, diqqətli. Bu qədər. Bağladıq, bitdi. Bizim rezinimiz hazırdır. Tak, deməli, bu markerimizi çıxarda bilərik, bu bizə lazım deyil. Bunu indi sapı içəridə gizlətməyi necə eləyirik? Bax, bunu mən belə çevirirəm. Baxın, bu düz ilmənin bu yerinə gizlətmək olar. Belə dairəvi şəkildə bunu belə ancaq rezinə gizlətmək olar, okey? Sapımızı gizlədək. Çox qalın oldu. Deməli, burada bu çıxdığım ilmə, bax bu ilməyi bir dəfə batmışım. Bura bir də keçirəm. Bir də növbətisini götürürüm bayaqki kimi. Burada elə bil bərkitmə eləyək. Yulandan sonra bu hamısı öz yerini tutacaq. Buradan kəsirəm. Bu biraz dartıldı, genişləndi. İndi yığılacaq yavaş-yavaş, okey? Bizim qolumuz. İstənilən rezini
toxuyub bitirəndən sonra istənilən yox, birin birə rezini belə bitiririk. 2-nin 2-yə rezini də bağlamağı çəkərəm. Onu da həll edirik. Okey qızlar, demək olar ki bitirmişik. Sapları gizlətmək lazımdır. Rezinin içinə sapı gizlətmək göstərdim. Gəl bunu da sizə göstəreyim. Deməli, gəlin buna da baxaq. Buna əslində məsləhət görərdim. Elə ki 2 qat sapla toxunmuşuq. Bunu 2-2 ayrı-ayrı gizlədəsiz, çünki çox qalın olacaq. Yəni tez bazar bir dənə göstərim. Əslində burada biraz nazik iynə yaxşı olardı. Bunu da bax bu haroşanın ikisinə keçirdim. Çəkdim. Bu ikinci keçdiyimin içinə bir də keçirəm. Növbəti haroşanı götürürəm. Belə 2-2 bunları gizlədirəm. İstəsəniz sapın uzunluğu bitənə qədər gizlədin. İstəsəniz nə bilim bir 40 getdiniz bəsdir. Mənə kifayət eləyər bu. Bunu buradan kəsirəm. Bax bu burada tarçət eləyir, ona görə deyirəm. Biraz uzun eləyin. Sapı gizlətməyin başqa metodları da var əslində. Amma neysə, burada gəlin tez bazar buna baxaq. Bunu da gəlin burada gizlədək. Yanında. Yenə də eyni cürə manipulyasiyalar eləyirik. Yine eyni yerə gəldi çıxdı. Yəni buradan hoppanaq bu üst tərəfə. Gəlin onu biraz dərindən kəsək. Belə bu şəkildə saplarınızı da gizlədin. İndi qaldı bir dənə düymələri tikmək. Düyməni də tikib bunları belə qəşəng bağlasaq. Yəni markeri düymə kimi istifadə edək. Bu bizim düymə deşiklərimiz idi. Bunu belə bağlayırıq. Oldu bizim cıbbılı kardiganımız. Deməli, bu primitiv fasonu, primitivdir həqiqətən də. Çünki burada anatomik bədən formasına otuzdurma eləmədik. Sadəcə 4 bucaq toxuduq. Okey, 4 bucaq bədən, 4 bucaq qollar toxuduq. Hesaplamanı birinci hissədə göstərmişim sizə. Bədən hissəsində birinci hissədə göstərmişdim. Belə fasonu anatomik otuzdurulmamış bədənə toxumaq istəyirsinizsə, mənim məsləhətim odur ki, oversize kimi toxuyun. Çünki hər bədən formasına bu uyğun gəlməyə bilər. Bəbələr üçün, uşaqlar üçün vəbşi biz problem oturacaqdır. Amma böyük adamlarda, həm kişilərdə, həm qadınlarda, məsələn, kişilərdə böyük qarın olmuş ola bilər. Məsələn, bəzi kişilərin əzələləri olur, elə bir ki, o kaçoklar deyirik. Əzələsi çiyni böyük, amma bu hissəsi dar olanlar var. Onu nəzərə almaq lazımdır. Qadınların sinəsi olur, həm qarında olmuş ola bilər. Ona görə o bütün bədən formalarının anatomik hesaplaması, düsturları hamısı fərqlidir. Bu onların heç birini nəzərə almır bu model. Ona görə bunu toxuyanda bədəndə yaxşı otursun deyə oversize toxuyursunuz. Yəni böyük ölçüdə toxuyursunuz ki, qəşəng bir dənə jaket, kurtka fason kimi bir şey çıxsın. Sap sərfiyyatımıza baxaq. Deməli bu boyda 3 aylıq ölçü üçün mən toxudum. Məndə qaldı. Baxın 2 yumaq götürmüşdüm də. Hər yumaqdan bir qat sap götürdüm. Baxın bu qədər sapım qalıbdı mənim. Belə birləşdirin. Qalınlığına baxın. Belə. Yəni hələ qalacaqdır. Təbii ki, daha böyük ölçülər toxusaz, sap sərfiyyatı daha çox gedəcək. Onu nəzərə alarsınız. Çox az qalır. Hə, boylam çox az qaldı. Bu qədər xoş toxumalar.